Ali bin Ebu Talib radiyallahu anh deyir ki, Mə valəttum vəlit-turab. Bütün doğduqlarınız torpağındır. Yəni, övladlarımız var. Bizdən qabaqçıların da olub, bizdən sonraçıların ki, olub, torpaqsındır. İnsanın ən çox sevdiyi nədir? Övladıdır. İnsan övladına görə hər şeydir. Lakin bil ki, o da öləcək. Və mə valəttum vəlit-turab. Doğduqlarınız torpaqsındır. Və mə bənəytum vəlil-xarab. Tikdikləriniz hamısı xaraba qalmaqsındır. Və mə cəmə'tum vəliz-zəhəb. Nə cəm etmişsiniz, yığmışsınızsa hamısı gedəndir, qalan deyil. Və mə amiltum və fil-kitab muddafir liyevmil hisab. Etdiyiniz əməllər isə kitabdadır, hesab günü üçündür. Bu Əli radiyallahu anh'ın nəsihətidir. Demək, ölüm nə qədər Allah Subhanahu və Teala'nın bizə ibrət olaraq göstərdiyi bu aləmdə nə varsa, onların içərisində ən mükəmməlidir, ən üstünüdür.